Salam əziz abituriyentlər və coğrafiya sevənlər. Mən Asif Hüseynov, sizin coğrafiya müəlliminiz. Bugünkü sualımız Dövlət İmtahan Mərkəzinin 3-cü qrup qəbul imtahanına seçilmiş 2 test sualı olacaqdır. Gəlin sualımıza keçid edək. Sualımız belədir. A məntəqəsi 10-cu saat qurşağının orta meridianından 20 dərəcə şərqdə yerləşərsə, onun yerləşdiyi saat qurşağının sərhədlərini müəyyən edin. İlk öncə 10-cu saat qurşağının orta meridianını tapırıq. Və hər hansı bir saat qurşağının orta meridianını tapmaq istəyiriksə, həmin ədədi, yəni saat qurşağını 15-ə vururuq və onu da 15-ə vurduqda eləyəcək 150 dərəcə. 150 dərəcə şərq uzunluğu. A məntəqəsi isə qeyd olunur ki, 10-cu saat qurşağının orta meridianından 20 dərəcə şərqdə yerləşir. 150-nin üzərinə 20 gəlirik, eləyəcək 170 dərəcə şərq uzunluğu. Daha sonra 170 dərəcə şərq uzunluğu hansı saat qurşağına aid olunduğunu soruşur və biz də 170-i böləcəyik yenidən 15-ə və cavabımız 11 edəcək. Qalıq isə 5 edir. Qalıq əgər 7,5-dən böyük olacaqsa, bu zaman biz 11-in üzərinə 1 əlavə eləyəcəyik və deyəcəyik ki, 12-ci saat qurşağında yerləşir. Amma hal-hazırda gördüyünüz kimi qalığımız 7,5-dən kiçikdir və ona görə də bu məntəqə 11-ci saat qurşağında yerləşir. Daha sonra 11-ci saat qurşağının orta meridianını biz bilirik ki, artıq 165-dir və burada bizdən 11-ci saat qurşağının sərhədlərini soruşur. 165-in üzərinə bir dəfə 7,5 gələcəyik, eləyəcək 172,5 dərəcə şərq uzunluğu. Daha sonra 165-dən 7,5 çıxacağıq və bu zamanda edəcək 157,5 dərəcə şərq uzunluğu. Deməli, cavabımız 157,5 dərəcə şərq uzunluğu və 172,5 dərəcə şərq uzunluğu. Yəni, cavabımız C variantı. Digər sualımıza keçid edək. Sualımız belədir. Yerli vaxta əsasən B və C məntəqələrinin coğrafi uzunluqlarını müəyyən edir. Bizdə bir sxem verib, sxemdə məntəqələr, yerli vaxtlar və coğrafi uzunluqlar verilib. Yerli vaxtları verib, bizdən coğrafi uzunluq istəyir. A məntəqəsinə baxırıq. A məntəqəsində yerli vaxt 15:40-dır və coğrafi uzunluq da verib ki, 20 dərəcə qərb uzunluğudur. Biz bilirik ki, 20 dərəcə qərb uzunluğu, yəni ki, 23-cü saat qurşağıdır. Artıq A məntəqəsi haqqında bütün məlumatlarımız var. Digər məntəqələri də A məntəqəsinə əsasən tapacağıq. B məntəqəsinə baxaq. B məntəqəsində saat 18:20-dir. Biz A ilə B arasındakı vaxt fərqini tapacağıq. Daha sonra vaxtımızı dərəcəyə çevirərək aradakı vaxt fərqini tapacağıq. Yəni ki, 18:20-dən 15:40-ı çıxırıq, eləyir 2 saat 40 dəqiqə. Biz də bilirik ki, 1 saatımız 15 dərəcə, 1 dərəcə isə 4 dəqiqədir. 2-ni vuracağıq 15-ə, eləyəcək 30 dərəcə, 40-ı da 4-ə böləcəyik, eləyəcək 10 dərəcə. 30 üzərində də 10 gəlirik, eləyəcək 40 dərəcə. Deməli, A və B məntəqəsi arasındakı dərəcə fərqi 40 dərəcədir. B məntəqəsini də tapmaq üçün artıq A məntəqəsindən çıxacağıq, yəni 40-dan 20-ni çıxacağıq, eləyəcək 20 dərəcə şərq uzunluğu. Artıq tapırıq ki, B məntəqəsi 20 dərəcə şərq uzunluğunda yerləşir. C məntəqəsində isə saat 22:00-dır. C məntəqəsini biz həm A məntəqəsinə əsasən, həm də ki, B məntəqəsinə əsasən tapa bilərik. Biz bunu B məntəqəsinə əsasən tapdıq. 22:00-dan 18:20-ni çıxdıq və eləyəcək 3 saat 40 dəqiqə. Deməli, C ilə B məntəqələri arasındakı vaxt fərqi 3 saat 40 dəqiqədir. Biz də yenidən bilirik ki, 1 saatımız 15 dərəcə, 1 dərəcəmiz isə 4 dəqiqədir. 3-ü vuracağıq 15-ə, tapacağıq 45 dərəcə edir. 40-ı da 4-ə bölürük, yenidən tapırıq ki, 10 dərəcə edir. 45 üzərinə də 15 gəlirik, eləyəcək 55 dərəcə. Deməli, B və C arasındakı dərəcə fərqi 55 dərəcədir. B məntəqəsi biz bilirik ki, 20 dərəcə şərq uzunluğunda yerləşir. Və bunun əsasından da 20-nin üzərinə 55 gələcəyik və tapacağıq ki, C məntəqəsi 75 dərəcə şərq uzunluğunda yerləşir. Deməli, B məntəqəsini tapdıq 20 dərəcə şərq uzunluğu, C məntəqəsini tapdıq 75 dərəcə şərq uzunluğu. Yəni, cavabımız D variantı. Ümid edirəm ki, bu izah sizə faydalı oldu. Çalışın, daim məşq edin və biliklərinizi möhkəmləndirin. Növbəti videolarda görüşənədək.